Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə defining pronouns, yəni təyin edici əvəzlikləri izah edəcəm. İngilis dilində olan təyin edici əvəzliklər bunlardır: all, both, most, each, every, either, other və another. İndi baxaq hər birinə tək-tək. Deməli, alldan başlayıram. All bizim dilimizə hamı, hər şey, bütün kimi tərcümə olunur və alldan sonra mütləq sayılan cəm isim, sayılmayan təkdə olan isim gəlməlidir. Nümunəyə baxsaq, yazmışam all students. Alldan sonra gələn isim görürük ki, sayılır və cəmlənibdir. Amma ikinci nümunədə all milk yazmışam. Milk süd deməkdir, sayılmayan isimdir. Alldan sonra sayılmayan isim gəlir. Və onsuz da sayılmayan isim mütləq təkdə işlənməlidir. Deməli, alldan sonra sayılan cəm isim gəlir və sayılmayan təkdə olan isim gəlir. Amma alldan sonra sayılan tək isim ümumiyyətlə işlənə bilməz. Yəni mən bu nümunəyə baxaq, all students yazmışam. Əgər mən bura all student yazsam, bu nümunə səhv olacaqdır. Çünki alldan sonra gələn sözə tez baxıram. Həmin söz student, şagird sözüdür. Qəti ola bilməz. Alldan sonra gələn söz əgər sayılan isimdirsə, mütləq cəmlənməlidir. Alldan sonra başqa nələr işlənə bilir? Alldan sonra of da işlənə bilir, alldan sonra de artiklı da işlənə bilir. Əgər all of işlənibsə, all ofdan sonra cəm isim və cəmdə olanda xəbər işlətmək lazımdır. Məsələn, deyirəm ki, all of the students were hardworking. Hardworking nə deməkdir? Çalışqan deməkdir. Hardworking, okey. Deməli, burada all of işlətmişəm. Daha sonra gələn ismə baxıram ki, cəmdədir. Bəli, düzgündür və cəmdə olduğuna görə onsuz da xəbərimizi cəmdə vermək lazımdır. Yəni, all ofdan sonra gələn isim mütləq cəmdədirsə, cəmdə olanda xəbər tələb edir. Deməli, alldan sonra de artiklı da işlənə bilir. Məsələn, all students dediyi, all the students də düzgündür. Yəni, hər iki variant düzgün ola bilir. Yəni, alldan sonra de artiklı da işlənsə düzgündür, desiz də gəlsə düzgündür. Amma görürsünüz, en deməmişəm təbii ki, burada. En işlənmir çünki. Deməli, alldan sonra dedik ki, isim gəlir. Necə isimlər gəldi? Sayıla bilən cəm isimlər gəldi. Sayıla bilməyən isə təkdə olan isimlər gəldi. Bu o demək deyil ki, all heç vaxt isimsiz işlənə bilməz. Yəni, all isimsiz də işlənə bilir. Yəni, alldan sonra isim gəlməyə də bilir. Əgər alldan sonra isim gəlmirsə, alldan sonra bəs nə gəlir? Alldan sonra isim gəlmədiyi halda, alldan sonra təbii ki, xəbər işlənməlidir. Və alldan sonra gələn xəbər həm təkdə ola bilir, həm də ki, cəmdə işlənə bilir. Bəs bu nədən asılıdır? Yəni, birində yazmışam all are ready, birində yazmışam all is ready. Fərq nədən ibarətdir? Yuxarıda qeyd elədim ki, all'un mənaları biri hamı deməkdir, digəri isə hər şey deməkdir. Yəni, all iki mənaya sahibdir bu nümunələrdə, hamı və hər şey. Əgər all cəmdə olan xəbərlə işlənirsə, bu zaman canlıları əvəz edir və təbii ki, hamı kimi bizim dilimizə tərcümə olunur. Yəni, gördük ki, alldan sonra cəmdə olan xəbər işlənibdir. Onu bizim dilimizə hamı kimi tərcümə edəcəyik və canlıların əvəz edildiyini anlayacağıq. Yəni, all already deyəndə hamı hazırdır deyir. Amma ikinci nümunədə all is yazmışam. Yəni, alldan sonra gələn xəbərimiz təkdə işlənibdir. Əgər alldan sonra təkdə olan bir xəbər işlədiriksə, bu o deməkdir ki, all cansızları əvəz edibdir və bu zaman hər şey kimi bizim dilimizə tərcümə edilir. All is ready, hər şey hazırdır. Demək, təkdə olan xəbərlə işlənirsə, cansızları əvəz etmiş olur və hər şey mənasına gəlir. Yox, əgər alldan sonra cəmdə olan xəbər gəlibsə, canlıları əvəz etmiş olur və hamı mənasında tərcümə edilir. İngilis dilində all'un mənası bütün deməkdir və whole'un da mənası bütün deməkdir. Yəni, all və whole hər ikisinin mənası eynidir. Baxmayaraq ki, bu sözlərin mənaları eynidir, İşlənmə yerləri isə fərqlidir. Bayaq dedim ki, alldan sonra qəti olaraq sayıla bilən tək isim yazmırıq. Yəni, all the boys demək lazımdır. All boy demək mümkün deyil. Mütləq sayılan cəm isim gəlir. Amma demək, whole'dan sonra sayılan tək isim işlənir. Yəni, whole'dan sonra gələn ismimiz sayılan və təkdə olmalıdır. Yəni, nümunəyə baxsaq, whole book yazmışam, books yazmamışam. Demək ki, whole'dan sonra gələn ismimiz mütləq sayılan və təkdə olan isim işlənməlidir. Bir də de artiklının işlənmə yeri bir qədər fərqlidir. De artiklı görürük ki, all'dan sonra işlənir, amma whole'dan əvvəl işlənir. Yəni, all the books demək lazımdır.
lazımdır? The article-ını all-dan sonra yazmaq lazımdır. Amma the whole book demək lazımdır. Yəni the article-ını who-dan əvvələ yazmaq lazımdır. Deməli the article all-dan sonra yazılır, amma who-dan əvvəl yazılır. Bir də yiyəlik əvəzlikləri vardır ki, bunlar all-dan sonra işlənir. Yəni birinci all gəlir, daha sonra yiyəlik bildirən həmin əvəzlik gəlir, daha sonra isə isim gəlir. Məsələn, all my life kimi all gəlir, daha sonra my mənim yiyəlik gəlir, daha sonra life həyat ismimiz işlənir. Amma who-da bu tərsinədir. Yəni birinci yiyəlik bildirən söz gəlir, daha sonra who gəlir, ondan sonra isim gəlir. Məsələn, my whole life. Birinci my gəldi, yiyəlik bildirən sözümüz. Daha sonra who gəldi, daha sonra isə ismimiz işləndi. Digər bir təyin edici əvəzliyimiz isə bossdur. Boss bizim dilimizə hər ikisi də kimi tərcümə olunur. Yəni buradan aydındır artıq bizə ki, bossdan sonra mütləq cəm isim yazmaq lazımdır. Çünki zaten tərcümədə başa düşdük ki, bu hər ikisi deməkdir. Məsələn, tək isim yazmaq mümkün olmayacaqdır bunlardan sonra. Bossdan sonra mütləq cəm isim və cəmdə olan xəbər işlənməlidir. Baxaq nümunəyə. Both students are ready. Burada fikir versək, bossdan sonra gələn sözə birinci baxmalıyam. Gördüm ki, cəmdə olan isim işlənibdir və xəbəri də yoxlayıram, ar işlənibdir, cəmdədir və tamamən doğrudur. Gördünüz ki, boşluqlar verilib testdə, yəni bossu yazmayıbdır. Boşluq verilibdir. Baxırsınız ki, isim cəmdədirmi? Bəli, cəmdədir. Ar cəm xəbərdirmi? Bəli, cəm xəbərdir. Nə etmək lazımdır? Demək ki, boşluğa boss yazmaq lazımdır. Bossdan sonra of da işlənə bilir, yəni bu da mümkündür. Əgər boss of gəlirsə, mütləq yenə cəmdə olan isim və cəmdə olan xəbər gəlir. Yəni bossla boss ofun işlənməyində bir fərq yoxdur. Hər ikisindən də sonra cəm isim gəlir və xəbərimiz də mütləq cəmdə olmalıdır. İndi gəlin nümunəyə baxaq. Yazmışam boss of the accidents were terrible. Burada boss ofu götürdüm. Deməli boss ofdan sonra gələn sözə baxdım. Accidents, sonra s yazıbdı, cəmləmiş olubdu və were cəmdə olan xəbərdir. Yenə deyirəm, s hərfi ilə bitən xəbərlər tək xəbərlərdir, amma s hərfi ilə bitməyən xəbərlər isə cəmdə olan xəbərlərdir. Bossdan sonra digər ümumiyyətlə təyin edicilər də işlənə bilir. Məsələn, boss de demək olar, boss my demək olar, boss these demək olar və bunlardan sonra təbii ki, isim gələr. Yəni yuxarıdakı nümunəyə yazmışam, boss students, elə deyil. Boss my students də demək olar, boss the students də demək olar, boss those students də demək olar. Boss and bağlayıcısına baxaq. Yəni boss and ikisi birləşir və bizim dilimizə həm də kimi tərcümə edilir. Məsələn, deyirəm ki, both apple and banana are healthy fruits. Məsəl üçün, həm deyirəm alma, həm də ki banan sağlıqlı meyvələrdir. İndi baxaq. Bossdan sonra and işlənəndə bəs nə fərqlilik olur? Bossla boss andin fərqi ondadır ki, bossun özündən sonra qəti olaraq tək isim yaza bilmərik. Amma boss anddən sonra tək isim də yaza bilərik, hətta sayıla bilməyən isim də yaza bilərik. İndi nümunəyə baxsaq, görərik ki, yazmışam both milk and cheese are white. Burada both and işləndiyinə görə işlətdiyimiz isimlər təkdə ola bilir. Əgər burada and olmasaydı, both and bağlayıcısı işlənməsəydi, bu zaman qəti tək isim yazmazdıq. Yəni tək boss olsa, təkdə olan isim yazmırıq. Tək boss olanda ancaq cəm isimlər yazmaq lazımdır. Amma both and ilə birləşəndə, bağlayıcı kimi işlənəndə, bu zaman özündən sonra işlənən isimlər təkdə də ola bilər, hətta sayılmayan isim belə işlənə bilər. Görürük ki, milk süd deməkdir, sayılmır. Cheese pendir deməkdir, sayılmır. Amma işlənən xəbəri mütləq cəmdə işlətmək lazımdır. Yəni baxmayaraq ki, milk sayılmadı, cheese sayılmadı. Hər ikisi təkdədir, amma xəbəri mütləq cəmdə vermək lazımdır. Çünki boss and olanda mütləq xəbər cəmdən işlənir. Əgər görsəz ki, yazıbsa məsələn both milk and cheese is, bu ümumiyyətlə səhv sayılacaq. Çünki both and tək xəbərlə heç vaxt uzlaşmır. Ancaq cəmdə olan xəbərlərlə uzlaşmalıdır. İndi baxaq most-a. Most bizim dilimizə əksəriyyəti kimi tərcümə olunur. Məsələn, deyirəm most books, əksər kitablar, most of the books, kitabların əksəriyyəti və s. Bu cür tərcümə olunacaqdır. Mostdan sonra necə isim gəlir? Mostdan sonra gələn isim əgər sayılı
sayılırsa mütləq cəmlənməlidir, sayılmırsa təkdə olmalıdır. Məsələn, baxaq, most book yazmışam, books yazmışam. Yəni görürük ki, bunu nə etmişəm? Mən cəmləmişəm. Çünki mostdan sonra gələn isim əgər sayılırsa, mütləq həmin ismi məcburuq ki, cəmləyək. Most book yazsaydım səhv idi. Most books yazmalıydım ki yazmışam. Mostdan sonra bir də sayılmayan isim gəlir. Zaten sayılmayan isimlər təbii ki, təkdə işlənir. Məsələn, most rice, əksər düyü. Deməli, burada düyü sözünü olsa cəmləmək mümkün deyil. Amma bunu yadda saxlamaq lazımdır ki, mostdan sonra həm sayılan cəm isim gəlir, həm də sayılmayan təkdə olan isim işlənir. Mostdan sonra həmçinin gördüyünüz kimi of yazmışam. Yəni demək ki, mostdan sonra of da işlənə bilir. Əgər most ofdan sonra gələn isim cəmdədirsə, xəbər də mütləq cəmdə olmalıdır. Yox, əgər most ofdan sonra gələn isim təkdədirsə, cümlənin xəbəri də mütləq ki, təkdə işlənməlidir. Yəni most of üstə gəlinsin cəm isim, cəm xəbər, most of üstə gəlinsin sayılmayan tək isim və təkdə olan xəbər işlənməlidir. Baxaq ilk əvəzliyinə. İlk əvəzliyi bizim dilimizə hər və hər bir kimi tərcümə olunur. Zaten adından da görürük. Hər bir. Demək ki, özündən sonra mütləq necə isim gəlməlidir? Tək isim gəlməlidir və həmin tək isim mütləq sayıla bilən tək isim olmalıdır. Deməli, ilkdən sonra mütləq sayılan, təkdə olan isim gəlməlidir. Məsələn, ilk book nümunəsinə baxıram. Birinci yoxlayıram tez ilkdən sonra gələn sözü book'u götürürəm. Nə edirəm? İki şey yoxlayıram. Təhdimi, cəmdimi? A, təhdədir, tamam, düzdür. Sayılırmı, sayılmırmı? Sayılır, demək ki, tamamən düzdür. Deməli, ilkdən sonra cəm isim ümumiyyətlə işlənə bilməz. Məsələn, nümunəyə baxın, yazmışam ilk books. Əslində yazmamalıyam belə bir şey. Yəni, səhv nümunə olduğu üçün yazmışam. İlk books deyə bir şey mümkün deyil. İlkdən sonra gələn isim qəti olaraq cəmdə işlənə bilməz. Çünki ilk bir deməkdir, hər bir, yəni təklik bildirir. İlkdən sonra yenə sayılmayan isim işlənə bilməz. Gördük ki, ilk işlənibdir. Tez yoxlayırıq, sayılmayan isimdir, yoxsa sayılan isimdir. Baxıram ki, milk süd deməkdir və süd sözü sayılmır. Saya bilmədiyimə görə də bunu səhv götürmək məcburiyyətindəyəm. Yenə testdə siz necə yazacaqsınız? Boşluqdan sonraki sözə baxırsınız. Əgər boşluqdan sonra gələn isim cəmlənibsə, ilk yazmaq olmaz. Əgər boşluqdan sonra gələn isim sayılmayan isimdirsə, yenə ilk yazmaq olmaz. İlkdən sonra həmçinin artikellarda işlənə bilməz. Yaxşımı? Gördünüz ki, işdən sonra hər hansı bir artikel yazıbdır, bunu səhv götürəcəksiniz. Məsələn, ilk e-book yaza bilməz. Çünki ilkdən sonra e-artiklı, ümumiyyətlə artikel istifadə edilməz. Amma ilkdən sonra of istifadə edilə bilir. Bəs necə olacaqdır? İlkdən sonra of gələndə mütləq cəm isim, amma tək xəbər yazmaq lazımdır. Bir də deyirəm, ilk ofdan sonra cəm isim, amma tək xəbər yazmaq lazımdır. Qəti olaraq içinə ilk ofu qarışdırmırıq. İlk ofdan sonra cəm isim gəlir, amma İkin özündən sonra, yəni burada of olmayanda mütləq sayılan tək isim işlətmək lazımdır. Nümunəyə baxsaq yazmışam ki, each of the rabbits is white. İlk ofdan sonra yoxlayıram. Yenə cəmdə olan ismim gəlibdir. Çünki ofdan sonra, ilk ofdan sonra gələn isim mütləq cəmlənməlidir. Sayılırsa, zaten ilk ofdan sonra sayılmayan tək isim yazmaq mümkün deyil. Bir dənə most of idi ki, most ofdan sonra sayılmayan tək isimdə yazmaq mümkündür. İlk ofdan sonra gələn isim cəmdə və xəbərimiz mütləq təkdə işlənməlidir. Nə edirsiniz? İki cür yoxlayacaqsınız. Bir, tutam ki, variantlar verilibdir. Yuxarı cümləyə baxasınız. Of'u yoxlayırsınız. Of gəlibdir. Of gəlibsə, birinci, nəyə baxırıq? İsmə baxırıq. Təyin edirik ki, bu isim cəmdədir, yoxsa təkdədir. Sonra da xəbəri təyin edirik. Baxırıq görək, bu xəbər təkdədir, yoxsa cəmdədir. Məsələn, olsaydı ki, rabbits are variantdan işi çıxmaq lazım idi. Çünki ilk ofdan sonra cəm isim, cəm xəbər işlənmir. Buna diqqət etmək çox önəmlidir. Every də bizim dilimizə hər bir kimi tərcümə olunacaq və everydən sonra mütləq sayıla bilən təkdə olan isim işlənməlidir. Deməli, nümunəyə baxsaq görərik ki, every bag is yazmışam. Yəni, every bag yazmışam. Everydən sonra gələn ismim mütləq sayıla bilən və təkdə olan isim olmalıdır. Yenə həmişə sözü götürürsünüz everyni. Everydən sonra kimi bir dairəyə alırıq. Sonra baxırıq həmin sözə.
Yoxlayıram. Görüm bu təhti yoxsa cəmdədir? Təhti olar. Sayılır, sayılmır? Sayılır, olar. Deməli, sayılan tək isim gələr. Every 2-yə çox bənzəyir. Everydən də sonra cəmsim yazmaq olmaz. Sözün sonunda SES vardısa, everyni variantlardan çıxmaq lazımdır. Everydən sonra sayılmayan isim olmaz. Əgər gördük ki, boşluqdan sonra hər hansı bir sayılmayan isim yazılıbsa, milk, curd, cream, chalk və s. belə sayıla bilməyən isimlər varsa, everyni çıxmaq lazımdır. Yenə everydən də sonra mütləq article yazmaq olmaz. Yəni gördük ki, article gəlibdi, every e-bag yazıbdı. Bu tamamilə səhvdir. Əlbəttə ki, everydən sonra article-ını yazmaq mümkün deyil. Deməli, gəlin sayaq görə every ilə 2-nin ortaq xüsusiyyətləri nə oldu? 1. Hər ikisindən sonra sayılan tək isim gəlir. 2. Hər ikisindən sonra cəmsim işlənə bilməz. 3. Hər ikisindən sonra sayılmayan isim yazmaq olmaz. 4. Hər ikisindən sonra da article işlənə bilməz. Everydən sonra təbii ki, isim təhdə olduğuna görə xəbəri də mütləq təhdə yazmaq lazımdır. Yəni, mən every bag are yaza bilmərəm. Təbii ki, every bag is yazmalıyam. Every'nin törəmələri vardır. Bunlar everyone, hər kəs, everybody, hər kəs, everything, hər şey, everywhere, hər yer. Every və every'nin törəmələri istənilən cümləyə yazılır. Yəni, həm təsdiq cümləyə, həm inkar cümləyə, həm də sual cümləsinə yazıla bilər. Burada cümlə məhdudiyyəti yoxdur. Yadımızdadırsa, mən demişdim ki, məsələn, Samın törəmələrini inkara yazmırıq, Eni və onun törəmələrini təsdiqə yazmırıq və s. Amma everydə bu yoxdur. Every istənilən növ cümləyə yazıla bilər. Sadəcə olaraq digər bütün törəmələrə aid olan xüsusiyyətlər təbii ki, every'nin də törəmələrinə aiddir. Nə demişdik? Every'nin törəmələrindən sonra da of işlənə bilməz. Every'nin törəmələrindən sonra da cəmdə olan xəbər, are, were, bunları yazmaq olmaz. Every'nin törəmələrindən sonra da isim yazmaq olmaz. Məsələn, everybody car demək olmaz təbii ki, işlənməz. Bəs nə olar? Təbii ki, törəmələrdən sonra təhdə olan xəbər işlənir. Sonu s ilə bitən is, has, was, does bunlar işlənə bilir. Və fe'l plus SES də işlənə bilir. Bu formada istifadə edilir. Bir də sifət gələ bilir, bir də else gələ bilir. Məsələn, everybody, else, everything, interesting və s. İlk və every'nin ortaq cəhətləri yuxarıda sadaladıq. Bəs bunların fərqli cəhətləri hansılardır? İlk və every'nin ümumiyyətlə yenə çoxlu fərqli tərəfləri vardır. Birincisi, ilkdən sonra of işlədə bildiyimiz halda biz every'dən sonra qəti olaraq of işlədə bilmərik. Bayaq nə dedim? İlk ofdan sonra mütləq sayılan cəmsim təhdə olan xəbər gəlir. İlk ofdan sonra, ilkdən sonra yox. Amma every'dən sonra ümumiyyətlə of istifadə edə bilmərəm. Yəni every of deyə bir şey mövcud deyil. Necə olacaq bəs? Gördünüz ki, boşluqdan sonra of işlənibdir. Variantların hamısından every'ni və every'nin təbii ki, törəmələrini başdan çıxmalısınız. Sonra dedik, every'nin törəmələri var. Bunlar hansılardır? Everyone, everybody və s. Amma için heç bir törəməsi yoxdur. Each where deyə bir şey yoxdur. Every isimsiz istifadə edilə bilməz. Yəni, every'ni yazıramsa bir cümləyə, məcburam ki, every'nin yanına bir dənə də isim yazım. İsimsiz yazmaq olmaz. Amma ilk isimsiz də işlənə bilir. Yəni, ismi əvəz edib, onun yerinə işlənəndə ilkdən sonra isim işlənməyə də bilir. İlk fərdilik bildirir, fərdi xarakter daşıyır, amma every bir şeylərdən ümumiyyətlə danışanda istifadə edilir. Yəni, mən every book desəm, bilmək lazımdır ki, ümumiyyətlə hər kitab, ümumi danışıram da, yəni hər kitab, ümumiyyətlə hər kitabı nəzərdə tuturam. Bir də ingilis dilində çox qarışdırılan, amma bir-birindən tamamilə fərqli olan iki söz var. Everyone və everyone. Nümunəyə fikir versəz görərsiniz ki, bu sözü, everyone'ı bitişik yazmışam. Digərini isə every'ni ayrı, one-ı isə ayrı yazmışam. Demək ki, bunlar fərqli işlənəcək. Everyone, yəni bu bitişik yazılan söz var bu söz törəmədir. Və əgər everyone bu formada bitişik yazılıbsa, qəti olaraq bu sözdən sonra of işlətmək olmur. Amma everyone bir-birindən ayrı yazılırsa, bu zaman of işlətmək mümkündür. Necə edəcəksiniz? Gördünüz ki, bu söz ayrı yazılıbdır. Every ayrı yazılıb, one-dan ayrı yazılıbdır. Of işlədə biləcəksiniz. Yox, əgər bu ikisi bitişik yazılıbdır buradakı kimi, qəti olaraq of yaza bilməyəcəksiniz. Bu əslində one ofdur. Every işlənir, one isə hər hansı bir ismi əvəz eləmiş olur.
one of-dur və one of-dan sonra da gələn söz necə olacaqdır? Təbii ki, cəmdə olan isim, yenə təkdə olan xəbər. Demək, nə öyrəndik biz? Demək ki, ilk of-dan da sonra cəm isim tək xəbər gəlir. Every, one of-dan sonra da yenə cəmdə olan isim, təkdə olan isə xəbər gəlməlidir. Either nədir bəs? Either ikisindən biri deməkdir. Yəni fərqi yoxdur, ikisindən biri. Deməli, məsəl üçün bir neçə yol var. Deyirəm ki, either way. İkisindən biri də. İki yol deyiblər. Deyirəm ki, either way. İkisindən biri olsun. Yaxşı. Deməli, either-dan sonra demək ki, necə isim gəlməlidir? Either-dan sonra təbii ki, sayıla bilən və təkdə olan isim gəlməlidir. Baxaq bura, yazmışam either way. Either-dan sonra gələn sözü yenə yoxlamalıyam. Way sözü sayıla bilən sözdür və təkdədir. Bu düzgündür. Either yenə ilk və every-yə bir-biri ilə bənzəyir. Bax, bu e hərfləri ilə yadınızda saxlayarsınız da. Every-də e hərfi ilə başlayır, ilk də e hərfi ilə başlayır, either-də e hərfi ilə başlayır və ortaq tərəfləri çoxdur. Either-dan da sonra cəmsim yaza bilmərik. Yəni mən either toys deyə bilməyəcəm. Təbii ki, bu səhv olar. Either toy deməliyəm. Bunu mütləq nə etməliyəm? Təkdə yazmalıyam. Gördünüz ki, cəmsim gəlibdir. Either variantların hamısından çıxırıq. Either-dan sonra yenə sayılmayan isim işlənə bilməz. Məsəl üçün, mən deyə bilmərəm ki, either progress. Progress nə idi? İnkişaf deməkdir progress və progress. Deməli, sayılmayan isim idi. Either-dan sonra da sayılmayan isim yazmırıq. Çox sayda gördünüz ki, variantlarda either-dan sonra sayılmayan isim gəlibdir, çıxırsınız. Gördünüz ki, variantlarda either-dan sonra cəm isim gəlibdir, çıxırsınız. Gördük ki, variantlarda either-dan sonra article gəlibdir, yenə də çıxmaq lazımdır. Demək ki, ilk, every, either-ın 4 dənə ortaq cəhəti oldu. 1. Üçündən də sonra sayılan tək isim gəlir. Üçündən də sonra cəm isim olmaz. Üçündən sonra da sayılmayan isim olmaz. Üçündən sonra da article işlənə bilməz. Either-ın of-dan işlənməyi isə ilk of-a bənzəyir. Yəni, either of-dan da sonra gələn isim mütləq cəm isim və tək xəbər tələb edir. Yenə either-dan either of-u qarışdırmırıq. Either tək işlənsə, yəni yanında of olmasa, gələn isim mütləq sayılan və təkdə olan isim olmalıdır. Amma either-ın yanında of işlənəndə bu zaman cəm isim gəlir və təkdə olan xəbərlə uzlaşır. Yəni, either of the rulers, burada yazsaq daha düzgün olur, deyə gəlsin. Either of the rulers was red. Deyir ki, xəttkeşlərin ikisindən biri qırmızı idi. Deməli, either-dan sonra da tək isim gəlir. Təbii ki, təkdə olanda xəbər gəlir. Yenə either-dan of-u qarışdırmırıq da. Of olanda ayrı, cəm isim tək xəbər gəlir. Of olmasa, tək isim təbii ki, təkdə olanda xəbər gəlir. Bəs another nədir? Another başqa bir, daha bir kimi tərcümə olunacaq. Yəni, buradakı birləri vurğulayıram ki, başa düşün ki, bir. Yəni, bir dənədirsə, demək ki, cəm isim işlənməyəcək, sayılan tək isim işlənəcəkdir. Another nəyə bərabərdir ümumiyyətlə? Another bərabərdir ingiliscində en artikellarına. Yəni, bu nə deməkdir? En necə işlənirdisə, another da o cür işlənəcək. Necə ki, en-dən sonra biz mütləq sayılan tək isim yazırdıq. Həmişə deyirik ki, əgər isim sayılırsa və təkdədirsə, həmin ismin qabağına və ya en yazmaq məcburiyyətindəyik. Eyni qayda bura üçün də keçərlidir. Another bərabərdir nəyə? En-ə. Demək ki, en-in işləndiyi yerlərə another yaza bilərəm. Yəni, hansı yerlərə? Sayılan tək isimlərin qarşısına another yaza bilərəm. Baxıram, opinion sözü sayılır və təkdədir. Bunun qarşısında another işlədirəm. Və yaxud da ki, another üstə gəlsin one da işlənər. Yəni, another'dan sonra başqa bir təyin edici də işlənə bilər. Məsəl üçün, sən mənə qələm verirsən. Deyirəm ki, please give me another one. Zəhmət olmasa mənə başqa birini ver. Yəni, başqa bir qələmi ver nəzərdə tuturam. Burada one başqa bir qələmi əvəz eləyibdir deyə işlənibdir. Və another'dan sonra da one zaten təkdədir deyə işlənə bilir. Bəs another'dan sonra nə olmaz? Yenə bu each, every və either-dan ortaq cəhətdir. Another-dan sonra da cəm isim yaza bilmərik. Mən another books deyə bir şey yazsam, böyük bir səhv eləmiş olaram. Another-dan sonra cəm isim işlətmək olmaz. Gördük ki, cəmdə olan isim gəlibdir, another çıxırıq gedir.
Sonra another'dan sonra sayılmayan isim də yazmaq olmaz. Yəni gördük ki, another T yazıbdı. Təbii ki, yaza bilməz. Belə bir şey yazıbsa səhvdir. Another'dan sonra isim təhdədir. Təbii ki, xəbərimiz də təhdə olacaq. Məsəl üçün yazmışam ki, another məsələn yazmamışam, indi yazaram. Another way yazsam, xəbəri mütləq təbii ki, təhdə verməliyəm. Is, has, was və s. bunlar. Bir dənə istisnamız var ki, əgər another'dan sonra say, rəqəm gəlibsə və bu rəqəm birdən çoxdursa, 2 və daha artıqdırsa, bu zaman ismi cəmləmək lazımdır. Bir də deyirəm, yeganə haldır ki, another'dan sonra rəqəm gələndə ismi cəmləyirik. Bu rəqəm birdən yuxarı olmalıdır təbii ki. Baxaq, another 5 hours. Deməli, burada another 5-a aiddir. Hours isə daha doğrusu 5 another-a aiddir. Hours də 5-a aiddir. Yəni bu sözü cəmləmək səbəbimiz another deyil. Yəni another-ın hesabına hours-i cəmləməmişik. Biz burada 5-ın hesabına hours-i cəmləmişik. Demişik ki, ismin qabağında birdən yuxarı rəqəm gələndə həmin ismi cəmləyirik. Bu da onun kimi bir qaydamızdır. Other nədir bəs? Other bizim dilimizə başqa digər kimi tərcümə olunur. Bunun isə işlənməyi sama bənzəyir. Çünki bundan sonra sayılan cəm isim gəlir, sayılmayan təhdə olan isim işlənəcəkdir. Deməli, baxaq nümunəyə. Məsəl üçün, other photos yazmışam. Foto sözü şəkil deməkdir, sayılır. Demək ki, bunu mütləq cəmləməliyəm. Bir də deyirəm, other'dan sonra sayılan cəm, sayılmayan tək isim gəlməlidir. Other'dan sonra sayılan tək isim yazmıram. Other photo demirəm. Sadəcə bir halda deyirik, o da qabağında no işlənəndir. Əgər other'ın qabağında no işlənibsə, burada book işlənməlidir. Books yazmıram. Yaza da bilərik əslində, problem yoxdur. Sadəcə olaraq bu halda no-in hesabına bu book-u təkdə yazmaq lazımdır. Yaza bilərik daha doğrusu. Another-dan sonra gələn isim əgər sayılmırsa, həmin sayılmayan isim təbii ki, təkdə olmalıdır. Green taxıldan deməkdir, sayılmayan isimdir və other-dan sonra işlənə bilir. Other'ın qarşısında bəzi sözlər işlənə bilir. Bu sözlər hansılardır? Yəni mən no other deyərəm, what other, some other, any other, many other, there other, aynur apostrofes other. Bu zaman other'dan sonra gələn sözün tək cəm olmağı və s. bunlardan asılıdır. Yəni other'ın qabağında işlənəndən asılıdır. Yəni məsəl üçün many gəlibsə, many other yazmışamsa, təbii ki, other'dan sonra gələn sözü tək yazmayacağam, cəm yazacağam. Və yaxud da ki, some işlənibsə, həmin other işlənən cümləni təsdiqdə yazacağam, inkara falan yazmayacağam və s. Others nədir bəs? Others bizim dilimizə başqaları və digərləri kimi tərcümə olunur. Yəni burada bir cəmlik var da, görürük. Others-dan sonra isim olmaz və təkdə olanda xəbər olmaz. Normal olaraq. Çünki others cəmdədir. Tək xəbər işlənə bilməz, cəm xəbər işlənməlidir. İsim olmaz, çünki yazıq özü neyibdir? İsmi zaten əvəz eləyibdir. Bir də isim yazmağa ehtiyac yoxdur. Others-dan sonra nə gələ bilər? Təbii ki, others cəmdə olduğuna görə xəbərimiz də mütləq cəmdə işlənə bilər. Əgər konkret bir rəqəm adı çəkirsə, də işlətmək lazımdır. Yəni cümlədə məsəl üçün konkret bir rəqəm adı çəkibdir. 5 deyibdir, 15 deyibdir və s. Bu zaman nə yazmaq lazımdır? D-lərin yazmaq lazımdır. Yəni ya the other yazmaq lazımdır, ya da the others yazmaq lazımdır. Buna işlənən cümlədən asılıdır. Yəni iki variant arasında qalırsınız. Mən the other yazım, yoxsa the others yazım. İki cür tapmaq olar. Cəm xəbər işlənibsə, təbii ki, cəmdə olanı the others yazırıq. Tək xəbər işlənibsə, təbii ki, təkdə olanı, yəni the other yazırıq. Başqa yol isə budur ki, cümlədə konkret iki rəqəmin işlənibsə, məsələn deyir ki, I have two cousins. Mənim iki kuzenim var. One of them is in England. Onlardan biri İngiltərədədir. Neçəsi qaldı? Biri. Bir dənə qalanda təbii ki, cəm vermək olmaz da. Bir dənə qalıbsa the other vermək lazımdır. Və ya deyirəm I have many cousins. Mənim çoxlu kuzenlərim var. One of them is in England. Onlardan biri İngiltərədədir. Neçəsi qaldı? Ha çox. Ha çox qalıb ki, ar yazıb da. Buna görə ar işləndiyinə görə mütləq nə etmək lazımdır? Cəmdə olanı, yəni the others yazmaq lazımdır. Variantlarda tutalım ki, the other-la the others arasında qalırsınız. Mən sizin yerinizdə olsam birinci baxaram cümlənin xəbəri nədir ona. Əgər tək xəbər işlənibsə cümlədə the other-ı, cəm xəbər işlənibsə isə
The others yazmaq lazımdır. Bəzən rəqəmləri dolayı yolla verirlər. Məsələn, rəqəmin adını çəkmir, 2, 3, 4 və s. demir də, deyir hands, əllər. Neçədən əlli olur insan? Təbii ki, 2. Gloves, əlcək. Məsəl üçün, kimisə əlcəkləri var deyəndə, 2 taydır da, elə deyil, cəmlik bildirir 2 taydır. Və ya the days of the 1 tay olur, 2 dənə olur. The days of the week olanda həftənin günləri 7 dənədir də təbii ki. Buradan da bizə say məlum olmuş olur. Another-la the other-ın ortaq tərəfi vardı. Bunlar nədir? Another-dan da, the other-dan da sonra sayılan tək isim gəlməlidir. Deməli, others-dan sonra isim gəlmir. Mən demişəm ki, son s hərfi ilə bitən others, bir də the others-dan sonra harda the others-ı? The others-dan sonra isim gəlmir. Yaxşımı? Amma another və the other-dan sonra isim gələ bilir. Bu isim mütləq sayılan və tək isim olmalıdır. Baxın, ikisi də işlənə bilir. Another way-də deyərəm, the other way-də deyərəm. Another way olanda burada bir qeyri-müəyyənlik var, amma the other olanda the article-dan bir müəyyənlik var. Başqa bir fərqləri yoxdur. Hər ikisindən sonra gələn isim əgər sayılırsa, mütləq cəmdə olmalıdır. Yox, əgər ikisinin arasında qalmısınız, mən another yazım bu cümləyə, the other yazım. Məsələn, testdir, verilib testdə cümlələr, sözlər. Baxırsınız ki, boşluqdan sonra gələn isim sayılır və təkdədir. Variantda həm another var, həm də the other var. Neyniyim? Rəqəm varsa təbii ki, the other yazırıq. Çünki burada müəyyənlik var. Bir də var the others və the other-ın bir-birindən fərqi. Tək fərqi ondan ibarət olacaq ki, əslində 2 fərq var. Birinci fərq nə idi? Yuxarıda dedim sizə ki, the other-dan sonra isim gəlir. Amma others-dan sonra isim gəlməyəcək. Sonrası olandan sonra isim gəlməyəcək. Başqa bir fərq də odur ki, bu da aydın fərqdir. Others görürsünüz, cəmdə işlənibdir. Demək ki, cəmdə olan xəbərdir. Çünki bu cəm olan ismi əvəz eləyibdir. Yəni burada əvəzliyi keçirik. Demək ki, ismi əvəz eləyib. Bu da cəmdə olduğuna görə demək ki, cəm ismi əvəz eləyib. Cəm ismi əvəz elədiyinə görə təbii ki, xəbəri də cəmdə yazmaq lazımdır. The other-da isə təhliyi görürəm və təkdə olan xəbəri yazıram. Deməli, the other həm isimlə işlənə bilir, həm də isimsiz işlənə bilir. Əgər the other isimsiz işlənibsə, özündən sonra təkdə olan xəbər gəlir. Yox, əgər the other isimdən işlənibsə, özündən sonra mütləq sayılan təkdə olan isim gəlməlidir. Bir də var one of ones. Bunlar nədir bəs? Bunlar əvəzliklərdir. Bu say deyil də. One-ı biz sayda keçmişik. 1, 2, 3 falan. Bu əvəzlikdir. One təbii ki, öz görünüşündən də bizə deyir ki, mən tək ismi əvəz edir. One zaten bir deməkdir də. Tək ismi əvəz edir. Amma hansı tək ismi? Təbii ki, sayılan tək ismi. Zaten one rəqəmdir də, həm də rəqəmdir də, belə baxsaq. Demək ki, sayılmayan ismi əvəz eləməz, çünki sayılmayan isimdə rəqəmlərdən də söhbət gedə bilməz. One sayılan tək ismi əvəz eləyəcəkdir. Məsələn, nümunəyə baxsaq deyir ki, this car is more expensive than that one. Bu maşın o birindən, o biri nədən? Təbii ki, maşından da. Demək ki, burada one sözü maşının sözünü əvəz etmiş olur. Və one-ın qabağında bir qədər sözlər işlənir. Məsələn, one-ın qabağına this yazmaq olar, that, no, an, another, the other. Bunların hamısını one-ın qabağına yazmaq mümkündür. This one, that one, no one. Təbii ki, arı yazmaq şərti ilə one olmayacaq da. Burada niyə işlənibdir? Deməli, işlənə bir e-in yanına one yazanmarıq da bu sait məsələsindən. An, one, another, one və s. the other one və s. Bunlar işlənə biləcəkdir. Once nədir bəs? Once-ı görürük ki, cəmlik bildirir burada. Sonunda SES var. Demək ki, cəmi əvəz eləyir. Cəmi əvəz elədiyinə görə cəmdə olan xəbərlə də uzlaşma ehtimalı var. Yəni, once cəmdə olan xəbər gələ bilər ondan sonra. Deməli, baxaq, these knives aren't sharp, give me those ones. Deyir, bu bıçaqlar iti deyil, mənə o birilərini ver. O birilər nə? Bıçaqları ver. Yəni, burada isim cəmdə olduğuna görə once-la əvəz eləmişik. Tutalım ki, sizə belə bir test veribdir. Yəni, these knives aren't sharp, give me. Burada once-ı yazmayıbdır, boşluq qoyubdur, siz seçməlisiniz. Mən one yazım, yoxsa once yazım. Bir those-a görə seçə bilərsiniz. Çünki those-dan sonra təbii ki, one yazmaq olmaz da, once yazmaq lazımdır. Bir də ki, gələrsiniz əvvələ, knives-ə baxarsınız, söhbət nədən getdi? Bıçaqlardan, bıçaqlar cəmdə olduğuna görə variantlardan once-ı yazarsınız.
Yox, əgər burada təhlik olsaydı, təbii ki, variantda one yazmaq lazım idi. One'sın qabağında these ones, those ones, the other ones bu formada işlənə bilir. Amma this ones olmaz. Çünki normal olaraq da this, that, an, another bunlar təhlik bildirir. Təhlik bildirdiyinə görə bunlardan sonra bunun cəm forması, yəni one'sı yazmaq olmaz. Və one insan da göstərə bilir. Məsələn, deyirəm ki, one can overcome this difficult task. Deyir ki, bir nəfər bu çətin tapşırığın öhdəsindən gələ bilər. Yəni, burada bir nəfər deyəndə insanı da göstərmiş oluruq. One of-dan sonra necə isim gəlir? Təbii ki, one of-dan sonra da cəm isim, amma təkdə olan xəbər işlənməlidir. Baxaq burada of-a. Görürəm ki, one gəlib, of gəlib. Gələn isim mütləq cəmdə olmalıdır. Sayılan cəm isim olmalıdır, amma xəbər təkdə olmalıdır. Yenə sizə belə verməyəcək, təbii ki, boşluqlar qoyacaqdır. Boşluq olanda tez baxırsınız ismimizə, cəm isim gəlibdir, tək xəbər gəlibdir. Demək ki, bura one of yazmalıyam, one-ı yazırıq. Və one və one'dan sonra ümumiyyətlə sayılmayan isim gəlməz. Bu da normal bir haldır da, çünki əvəz elədiyi isim ya sayılan tək isim olur, ya da sayılan cəmdə olan isim olur. Sayılan tək ismi əvəz eləyirsə one yazırıq, sayılan cəm ismi əvəz eləyirsə one'sı yazmaq lazımdır. Deməli, növbəti öyrənəcəyimiz interrogative pronounce-dur. Nədir interrogative pronounce? Interrogative pronounce sual əvəzlikləridir. Yəni, cümlənin hər hansı bir üzvünə sual vermək məqsədi ilə istifadə edilir. Cümlənin hər hansı birinin üzvünü də əvəz eləyib cümlədə işlənir və sual yaradır. Deməli, sual əvəzlikləri who, whom, whose, what və whichdir. Who'nun 3 dənə forması var. Yəni, insanı əvəz eləyir. Who'yu 3 formaya salırlar. Who, kim sualı, whom, kimə, kimi, whose isə kimin sualıdır. Məsəl üçün, deyirəm ki, who is that girl? Bu qız kimdir? Yəni, sənin nəyindir bu mənada? Deməli, with whom do you go to school? Sən kimlə gedirsən məktəbə? Burada with whom məsələsini də izah edəcəm sizə. Bir də whose, məsəl üçün deyirəm, whose book is this? Bu kimin kitabıdır? Yəni, who özü-özlüyündə 3 formaya sahibdir. Who, kim, whom, kimə, kimi və whose, kimin. Və hamısı canlılara aiddir. Yəni, mən canlı bir şəxsə sual vermək üçün bunlardan istifadə eləyirəm. Whose'dan sonra həm canlı gəlir, həm də ki, cansız gəlir. Əgər cavab yiyəlik haldadırsa, deməli, sualda whose olur. Yəni, whose'dan sonra canlı gəlir, cansız gəlir. Bayaq qatarsınız bir dən bayaq dediyim sözlə. Whose canlılara sual verir. Amma whose'un özündən sonra həm canlı isim gəlir, həm də ki, cansız isim gəlir. Gəlin, nümunə yazım, daha aydın olsun. Məsələn, whose'dan sonra həm canlı isim yazaram. Məsələn, deyərəm ki, whose son is this. Bu kimin oğludur? Deməli, burada nə işlətdim? Whose'dan sonra son, oğul. Oğul da canlıdır. Canlı bir isim yazdım. Həm də whose'un özündən sonra cansız bir isim yazaram. Məsəl üçün, deyərəm ki, whose car is this. Bu formada işlədərəm. Yəni, özü sual verəndə canlını soruşur. Amma özündən sonra həm canlı isim gələ bilir, həm də cansız isim gəlir. Yenə də sual canlıya aiddir. Yəni, whose son is this? Bu kimin oğludur? Yenə canlıya sual verir. Yəni, canlı bir insanı tələb eləyir də. Whose car is this? Bu kimin maşınıdır? Yenə canlıya sual vermək üçün işlənir. Amma özündən sonra həm canlı isim, həm də ki, cansız isim işlənə bilər. Son gələr, oğul canlı isimdir, car gələr, maşın cansız olan isimdir. Əgər cavab yiyəlik haldadırsa, demək ki, sualda whose var. Yəni, bilmirsiniz ki, belə bir test verilibdir sizə. Bu bir testdir. Coat is this. Aşağıda da ya yazıb it is mine, ya da yazıb it is Tom's. Deməli, deyir ki, coat nə idi? Palto. Bu palto. Bu palto kimindir deyəcək də, təbii ki. Bunu tapa bilmirsinizsə, tez aşağı baxırsınız. Əgər cavab yiyəlik haldadırsa, mine yiyəlik bildirir, Tom apostrof s yiyəlik bildirir. Məsələn, yours olsa, bu da yiyəlik bildirəcək. Yəni, cavabda yiyəlik bildirən söz vardırsa, boşluğa nə yazmaq lazımdır? Təbii ki, whose yazmaq lazımdır.
Votun əslində bir neçə mənası olacaqdı. Onu birazdan izah eləyəcəm. Birinci ümumi mənasını öyrənək. Vot nə sualına cavab verir və bu zaman cansızlara sual vermək üçün cansızları soruşmaq üçün işlənir. Məsəl üçün deyirəm ki, what is your favorite color? Sənin sevdiyin rəng, sevimli rəngin nədir? Deməli bu zaman cansızı istəyirəm səndən. Amma what əgər peşəni soruşursa, canlıları sual vermək üçün işlənir. Bu nə deməkdir? What is your father desə, burada sənin atan nədir yox, sənin atan kimdir yox. Bu cavabında sənin atan peşəsini soruşur. Əgər whatdan sonra canlı gəlibsə, your father, your uncle, your grandma və s. gəlibsə, bilin ki, variantla mütləq bir peşə seçməlisiniz. Dentist, lawyer, engineer və s. Deməli, who olaraq soruşsa, yəni əgər yazsa ki, who is your father, sənin atan kimdir? Cavabında deyərsən ki, məsələn, he is Mr. Smith, o cənab Smithdir. Yəni adın deyərsən. Əgər who üstə gəlinsin insan olsa, adın deyirik və ya kim olduğunu deyirik. Məsələn, who is this? O kimdir? Who is your father dedi, kimliyini, yəni adını soruşur qohumluq əlaqələrində. Yox, əgər what desə, what is your father, bilin ki, peşəsini soruşur. Peşə olaraq da aşağıdakı variantlara baxırsınız, hansı peşədir, onu götürürsünüz. Yəni bu çox önəmlidir. Whatdan sonra insan gəlirsə, bilin ki, o insan peşəsini soruşur. Götürüb varianta insanın adını yazmayın da. What is your father yazanda yazmayın ki, he is Mr. Brown, o cənab Browndur. Belə yazmaq olmaz təbii ki. Votun bir də 3 mənası var. Nə, nəyi, hansı kimi tərcümə olunacaq bizim dilimizə. Votdan sonra əgər isim gəlibsə, bu zaman hansı kimi tərcümə olunur? Məsəl üçün deyirəm ki, what color do you like the most? Ən çox hansı rəngi xoşlayırsan? Burada hansı kimi? What is your favorite, məsələn, cousin, sən sevdiyin kuzenin favorite kuzenin hansıdır? Onu soruşur. Məsələn, what do you like to eat? Yemək olaraq nəyi istəyərsən məsəl üçün? Burada da nəyi sualına cavab vermiş olur. What'un da demək ki, hansı mənası var? Which'in də hansı mənası var? Deməli, bu zaman bunların fərqi bilirsiniz nədir? What-la which-in hansı mənasındakı fərqi? Əslində birazdan izah edəcəm, bu qalsın, birazdan izah edərəm bunu. Which-dən sonra həm canlı isimlər gəlir, həm də ki cansızlar gəlir. Which doctor, məsəl üçün hansı həkim deyərik? Which car, hansı maşın deyərik? Bu nəyə bənzədir? Yuxarıda işlətmişdik. Whose-dan da sonra həm canlılar işlənir, həm də ki cansızlar işlənə bilir. Amma mütləq cümlədə isim olmalıdır. Yəni cümlədə ümumiyyətlə isim olanda boşluqdan sonra bilin ki, ya which-dir cavab, ya da ki whose-dur. Bunu da birazdan izah edəcəm. What da ola bilir amma. Deməli, which-dən sonra əgər isim yoxdursa, mütləq cansız isim olur. Yəni, which is small deyəndə, görürsünüz, which-dən sonra isim yoxdur da. Burada hanı isim? Is xəbərdir, small balaca sifətdir. Hansı balacadır deyəndə cavaba Tom yazmaq olmaz. Helen yazmaq təbii ki olmaz. Cansızdır. Çünki burada isim yoxdur daha doğrusu. İsim yoxdursa cansızlarla cavab verəcək. Bir də deyirəm, which-in olduğu ki sual var. Məsəl üçün, which is small. Belə bir sual düşübdür dərsimizə, testimizə. Bu zaman baxırsınız ki, which-dən sonra isim gəlir. Baxıram, is deyil isim, small da isim deyil. Demək ki, variantda nəyi seçməliyəm? Cansızı. Yəni, book or bag. Kitab və ya çanta. Aydındır. Yəni, which small desə, burada isim olmasa, canlını cavab olaraq seçmək olmaz. Which-dən sonra of gəlir. Ümumiyyətlə, which yeganə sual əvəzliyidir ki, ondan sonra of işlənə bilər. Çox sayda, əgər belə bir test düşsə sizə, çox asanlıqla yazarsınız. Gördünüz ki, boşluqdur. Boşluqdan sonra of gəlibdir. Variantdan which-i seçirsiniz və salam. Which-dən sonra hər hansı bir təyin edici, which of-dan sonra daha doğrusu, hər hansı bir təyin edici gəlir, sonra isim gəlir. Təyin edici deyəndə çaşmayın. Təyin edici ismi təyin edən hər hansı bir söz. Məsəl üçün, which of your books? Which of your books. Deməli, burada your təyin edicidir. Book sözünü təyin edən sözdür. Yəni, ismin qarşısında işlənən sözlərdir qısaca. Which of-dan sonra cəm isim gəlir, amma təkdə olanda xəbər işlənməlidir. Yəni, bu nəyə oxşuyur? Each of-a bənzəyir. Each of-dan da sonra cəm isim gəlir, tək xəbər gəlir. Sonra either of-a oxşuyur. Either of-dan sonra da cəm isim gəlir, tək xəbər gəlir. One of-a oxşuyur. One of-dan sonra da cəm isim gəlir, tək xəbər gəlir. İlk of-da eyni qaydada. İlk of-dan da sonra cəm isim gəlir, amma xəbər
cümlələrimiz mütləq təkdə olmalıdır. İndi nümunəyə baxaq. Which of daha doğrusu. Which of the girls swims fast? Burada which of-a baxdım. Gələn ismi yoxlayıram. A, gözləmdə də olar. Okay. Amma swims-i də yoxlamaq lazımdır. Bilirsiniz, yenə deyirəm, əgər feilin sonuna s yazmışıqsa, bu təhliyi göstərir. Cəmsim gəldi, amma təkdə olanda xəbər gəldi, düzdür. Bəs what-la which-in fərqi nədir? What ümumiyyətlə, bayaq dedik ki, what-un hansı mənası var? Which-in də hansı mənası var? Bəs bir-birindən fərqi nədir? What ümumi bir sual verir. Which isə məhdud bir sayda sual verir. Yəni, bu nə deməkdir? Məsəl üçün, deyirəm ki, what color do you like? Sən hansı rəngi xoşlayırsan? Burada sən nə qədər rəng varsa, məsələn 10-dan rəng varsa, içindən öz sevdiyini deyirsən. Amma which-də mən sənə seçim verirəm. Deyirəm ki, which color do you like? Green or red? Deyirəm ki, sən hansı rəngi xoşlayırsan? Yaşılı yoxsa qırmızını? Sənə başqa seçim vermirəm ki, sən deyəsən ki, bozu, məsəl üçün. Which-də seçim say məhduddur, amma what ümumi sual soruşur. Bir də who və whom-un bir-birindən fərqi təbii ki, bunlar fərqlidir. Who mübtədaya sual vermək üçün istifadə olunur, yəni cümlənin mübtədasına. Whom isə cümlənin tamamlığına sual vermək üçün istifadə olunur. Ay müəllim, biz başa düşmürük axı, testdə yəni ayırd eləyə bilmirik. Əslində çox asan üsulları var. Gördünüz ki, boşluqdan sonra birbaşa əsas feil, köməkçi yox ha, əsas feil gəlibdir. Onun cavabı whodur bax. Əsas feil gəlibsə. Yox, əgər gördünüz ki, boşluqdan sonra əsas olmayan do, does, have, has-in köməkçi formaları gəlibsə, bu zamanda whom yazırıq. Baxaq indi nümunəyə. Məsəl üçün, belə bir ifadədir. It's aha, burada deməli, nəyə fikir? Belə bir sual cümləsidir. It's my pizza. Qabaqda da boşluq var. Mən bura whom yazım, who yazım, çox sadə. Bax, burada it isə fikir verir. It nə deməkdir? Yemək. Yemək, nə etmək? Əsas bir feildir. Boşluqdan sonra birbaşa, boşluğun düz yanında əsas feil gəlibsə, cavab whodur. Yox, əgər boşluğun yanında birbaşa əsas feil gəlməyibsə, demək ki, nə olacaqdır? Bu zamanda, məsəl üçün, burada fikir versək, bu vizi görməzdən gəlin bir do gəlibdir, məsəl üçün. Demək ki, bura birbaşa who-yu yazmırıq. Və yuxarıda yazmışıq, axı, o başqa, bu başqa. İndi izah eləyəcəm. Demək, gördünüz ki, who işlənibdir, sözün cümlənin sonunda olmalıdır. Yəni, baxaq bu nümunəyə. Who cümlənin əvvəlindədir, sözünümüz isə cümlənin sonundadır. Yeganə bu haldır ki, who-dan sonra köməkçi feil gəlir. Başqa heç vaxt gəlməz. Yaxşı, əgər cümlənin sonunda sözünü yoxdursa, who-dan sonra qəti olaraq köməkçi feil yazmırıq. Məsəl üçün, buradakı kimi. Da bura do it, does it, belə bir şey yazmaq mümkün deyil. Çünki buranı yoxlayıram, pizzadan sonranı yoxlayıram. Görürəm ki, bura sözünün gəlib, yoxsa gəlməyibdir, gəlməyibdir. Demək ki, deməli, do, does yazmaq olmaz. Amma əgər burada with gəlibdir, from gəlibdir və s. də sözünlər gəlibdir, who-yu yazmaq lazımdır əvvələ. Yeganə bu haldır ki, who-dan sonra köməkçilər gəlir, do, does və s. Deməli, who-dan sonra 99% qəti olaraq köməkçi feili birbaşa yazmırıq. Who, do, who, does belə yazılmır. Yeganə, əgər cümlənin sonunda bir dənə sözünü gəlibsə yaza bilirik. Amma sözünü gəlir, sonra whom gəlir. Baxın, burada who ilə vizi ayırdıq. Yəni, who başa yazdıq, vizi axıra yazdıq. Zaten belə olur. Who cümlənin başında gəlir, sözünü isə cümlənin sonunda gəlir. Amma whom-da bu fərqlidir. Sözünü düz whom-un yanında, düz whom-un yanında işlənməlidir. Yəni, biz whom deməliyəm. What-un da kombinasiya nümunələri var. Bu nə deməkdir? What başqa sözlərlə birləşib ayrı-ayrı suallar soruşur. Məsələn, what color hansı rəng, what time nə vaxt, nə zaman, what size hansı ölçü, what day həftənin hansı günü, what date hansı tarix və s. Testdə olanda diqqət edəcəyik. Əgər testdə of vardısa yazacağıq cavaba which. Çox sadə. Gördünüz boşluqdur. Boşluqdan sonra of işlənibdir. Hansını yazasınız? Təbii ki, which-i yazasınız. Of-u gördünüz, which-i yazdınız. Əgər feil gəlibsə, modal feil, əsas feil, köməkçi feil, bu zaman nə yazmaq lazımdır? Ya who yazmaq, ya da ki, what yazmaq lazımdır. Dediyim kimi, burada diqqət edin, who gəlibsə,
köməkçi feil işləmir. Cümlənin sonunda mütləq nə olmalıdır? Preposition, yəni söz önü olmalıdır. İsim gəlibsə, təbii ki, isim gələndə whose yazmaq olar. Kimin, məsəl üçün, book gəlibdir. Yerinə də qoyub tərcümə eləyib tapa bilərsiniz. Yəni, whose book kimin kitabı, what book hansı kitab, which book yenə hansı kitab. Əgər cümlənin sonunda görürsünüz ki, söz önü vardır, ya what yazırsınız, ya da ki, who yazırsınız. Çox sayda baxdıq söz önü vardı, yoxsa yoxdur. Söz önü vardısa ya what yazırıq, ya da ki, who yazırıq. Belə bugünkü dərsimizin sonu. Ümid edirəm ki, hamımız üçün aydın olar.